6 çeşid rəngarəng məzəni 40 dəqiqə ərzində necə hazırladım? Dadları və gözəlliyi məni valeh elədi. Açıq özüm etdiyimə inanmadım. Trendyoldan aldığım yeni qablarda süfrəyə təqdim etdim. Qabların linkini sizdən bölüşəcəm. Birinci məzə ən sevdiyim bu oldu. Kapya bibəri airfryerdə közləyib qabığını soyuram. Cəfəri, krem pendir, zeytun yağı, qoz, azca suxariklə birgə blenderləyirəm. Boşqabda forma verib üzərinə qoz səpirəm. İkinci məzə zeytunlu məzə. Yaşıl tumsuz zeytun, nanə, sarımsaq və zeytun yağını blenderləyirəm. Sadə, amma çox təravətləndirici dadı var idi. Üçüncü məzə sarımsaq konfil elədim. Sarımsağı sobada konfi edib, şüyüd, kəsmik, ağ pendirlə blenderlədim. Necə balanslı, dad alındı sözlə izah eləyə bilmərəm. Dördüncü ən gözəl rəngli məzə idi. Süfrəyə rəng qatdı. Kələmi zeytun yağında öldürüb, qatıq və sarımsaqla yaxşıca qarışdırdım. Beşinci məzə, xiyar, krem pendir, qatıq və zeytun yağı ilə elədim. Süfrəyə verəndə isə üzərinə pul biber gəzdirdim. Altıncı məzə humusu idi. Reseptini səhifəmdən tapa bilərsiniz. Bütün məzələri doğranmış pita çörəyi və duzlu krekerlə təqdim elədim. Rəfiqələrim üçün etdiyim bu masanı hamımız bəyəndik. Bəs siz onlar üçün nələr hazırlayırsınız? Tez-tezmi bir süfrədə yığışırsınız?